Hər bir iş gününün başlanğıcında təhlükəsizlik və əməyin qorunması bizim üçün ən prioritet məsələlərdən biridir. İstehsalat sahəsindəki hər bir prosesin təhlükəsiz və səmərəli olmasını təmin etmək məqsədi ilə işçilərimizə müvafiq təlimlər keçirik. Bununla yanaşı, hər bir avadanlığın və istehsalat xəttinin düzgün işlədiyinə əmin olmaq üçün mütəmadi texniki yoxlamalar aparırıq. İş gününə başlamadan əvvəl həmçinin bütün komandamızla qısa bir iclas təşkil edirik. Bu iclasda gündəlik iş planını, mümkün olan problemləri və həlli yollarını müzakirə edirik. Komanda ruhunun yüksək olması qarşıya çıxan çətinlikləri həll etməyimizdə bizə böyük dəstək olur. Həm əmin oluruq ki, hər bir əməkdaş öz vəzifəsini yerinə yetirərkən həm təhlükəsizlik, həm də məhsuldarlığın baxımından ən yüksək standartlara cavab verir. Bu yanaşma ilə zavodumuzda hər bir iş günü səmərəli və təhlükəsiz bir şəkildə başlanır və fəaliyyətimizin hər mərhələsini mükəmməl şəkildə yerinə yetirilir.